Bir kişinin pula ihtiyacı olur, gelir başka birisinden borç pul alır, gətirir xərcləyir, öz işin görür. Sonra bu borcu qaytarmaq haqqında fikirləşmir. Borc veren kişi axırı çox gözləyir, görür bu kişidən bir səs soraq çıxmadı, səbri çatmır, gəlir bu kişinin evinə, qapını döyür, girir içəri. Ev yiyəsi bunu görən kimi deyir, hə, gəl qardaş, mən də elə bu saat sənin pulu necə qaytarmaq haqqında fikirləşirdim. Deyir, hə, nə fikirləşirdin qaytarmaq haqqında? Deyir, həyata girəndə o çəpərdəki tikanlı telləri gördün? Deyir, hə, gördüm. Deyir, buradan hər gün qoyun sürüsü keçir. O qoyun sürüləri buradan keçəndə onların yunları bu tikanlı tellərə yapışıb qopacaq. Mən onları toplayacağım, verəcəm qarıya, qarı da onlardan yun əyirəcək, aparıb satıb sənin borcunu ödəyəcəm. Borc veren kişinin bu sözünə gülməyi tutur, qəhqəhə çəkir. Borc alan kişi deyir, hə, dostum, pul adını eşidən kimi gör necə qəhqəhə çəkib gülürsən. İndi qardaş, borc alarkən o borcu qaytarmaq haqqında da fikirləşmək lazımdır. Diqqətinizə görə sağ olun.